Salam əziz beşincilər. Biz sizinlə artıq 7-ci mövzudayıq. Bugün siz Azərbaycan tarixində dərin izlər qoymuş şəxsiyyət olan Babək haqqında məlumatlar əldə edəcəksiniz. Mövzumuzun adı belədir: Əsarətlə barışmayan qəhrəman. Dərsin sonunda siz hansı təlim nəticələrinə nail olmalısınız? Siz Babəkin Azərbaycan tarixində mühüm rol oynamış tarixi şəxsiyyətlərdən biri olduğunu müəyyən etməlisiniz. Eyni zamanda mənbələrə əsasən Babək haqqında təqdimatlar hazırlamağı bacarmalısınız. Mövzumuza keçməmişdən qabaq Babəkə həsr olunmuş Babək filmindən bir hissəni sizə göstərmək istəyirəm. Bu hissəyə çox diqqətlə fikir verin. Bu hissədə aktyorlar Babək və oğlunun dialoqunu canlandıracaqlar. Babəkin təsirli sözlərini yadda saxlayın. Oradan sizə suallar verəcəm. Mən Afşinə demişdim ki, Bəz qalasının xərabəsini mənə göstərsin. Son dəfə vidalaşmaq üçün. Nə üçün o səni, miskin bir varlığı mənə göstərir? O hadisədən sonra nə üzdən yarıma gəlmişsən? Zavallı, sən heç vaxt anlamadın ki, azadlıq yanğısı nə deməkdir? O dəhşətli yanğı ki, ürəyi yandırıb külə döndərir. Azadlıq! İstər acı olsun, istər şirin. Yalnız o idi məni döyüşdən döyüşə aparan. Elə güman eləyirdim ki, sən də bu yolun yolcusu olacaqsan. Lakin sən anlamadın ki, bu dünyada bircə gün azad yaşamaq 40 il boyunduruq altında sürünməkdən daha üstündür. Mənə zülm eləyirsən. Mən sənə çox demişdim. Sənsə az eşitdin. Mənə çox şey irad tutmaq olardı. Çünki mən Tuluqda zeytun yağı satan bir kişinin oğluydum. Amma sən Babəkin oğluydun. İndi mənim oğlum yoxdur. Sən mənim belimdən gəlməmisən. Ata, mənim ölümüm mənim üçün son silahdır. Bu silah dünyaya mərd gəlib mərd gedənlərin son silahıdır. Sənsə buna layiq olmadın. Yox ol. Yox ol ki, gözüm bir də səni görməsin. öldür məni ata. Geçdi. Ölümü də mənə çox gördün. Əlvida ata. Uşaqlar, əslində burada Babək niyə belə qəzəbli idi? Çünki onun oğlu Babəkə ərəblərə təslim olmağı, ərəblərlə sülh müqaviləsi imzalamağı təklif edirdi. Amma Babək ömrünün 21 ilini Bəz qalasında ərəblərə müharibə apararaq keçirtmiş bir şəxsiyyət idi. Azadlıq, müstəqillik, üsyan, müqavimət, yəqin ki, bu sözlərin mənasını bilirsiniz. Sərbəst olmaq, məhdudiyyətsiz hərəkət etmək, müstəqil olmaq, başqasından asılı olmadan yaşamaq, idarə olunmaq. Üsyan isə hakimiyyətə və ya ədalətsizliyə qarşı çıxmaq deməkdir. Həmişə üsyanların bir səbəbi olur. Məsələn, vergilər həddindən artıq çox olarsa, əhali sonda üsyan eləyir.
Biz bu mövzuda Babək necə qəhrəman oldu sualına cavab axtaracağıq. Gəlin mövzunu sizə yavaş-yavaş izah edeyim. Ərəblər qonşu ölkələrlə yanaşı Azərbaycanı da işğal edib öz dövlətlərinin tərkibinə qatdılar. Bu dövlətə xəlifələr başçılıq etdiyi üçün onu xilafət adlandırırdılar. İlk ərəb işğalları 7-ci əsrdə İslam dininin yayılması adı ilə aparılırdı. Müxtəlif dinlərin mövcud olduğu Azərbaycanda İslam dininin yayılması xalqın formalaşmasına da müsbət təsir göstərdi. Baxın uşaqlar, tutaq ki, əhalinin əksəriyyəti əgər bir dinə qəbul eləyirsə, qulluq eləyirsə, orada münaqişələr də az olur. Əksinə o ərazidə yaşayan insanlar xalq kimi birləşirlər. İslam dinini qəbul edənlər müsəlman adlanırdı. Bu dində milli fərqlər yox idi. İslamı qəbul edən hər bir kəs ərəb olmasa da ərəblərlə birgə bərabər hüquqlara malik olurdu. Xilafət dini dövlət olduğundan tutulan ərazilərdə İslam qaydaları hökm sürürdü. Baxın, bura ehtiyatlı olaq. Bura fikir verək, summativdə də var bu. İlk ərəb xəlifələri dövləti ədalətlə idarə edirdilər. Vergiləri yüngülləşdirmişdilər. Daxili çəkişmələr dayanmış, sabitlik yaradılmışdı. Bu tədbirlər əhalinin güzəranını da yaxşılaşdırmışdı. Amma kimlərin dövründə tətbiq olunan bu yeniliklər? İlk ərəb xəlifələrinin dövründə. Baxın, ərəb xilafətinin nə qədər böyük dövlət olduğunu sizə ötürə bilmək üçün bu şəkli bura qoymuşam. Ərəb xilafətinin tərkibində eyni zamanda Azərbaycan torpaqları da var idi. Hətta ərəblər İspaniyaya qədər əraziləri əhatə edirdilər, Afrikanın şimalı, hətta Hindistana qədər, Hindistanın da bəzi əraziləri ərəb xilafətinə daxil idi. İlk ərəb xəlifələri ədalətli olsa da, xilafətdə hakimiyyətə gələn yeni xəlifələrdən sonra vəziyyət dəyişdi. Onlar ərəblərlə ərəb olmayan əhali arasında fərq qoymağa başladılar. Vergilər qat-baqat artırıldı. Çoxsaylı vergiləri ödəyə bilməyənlərin övladları əllərindən alınır, qula çevrilirdi. Yerli əhalinin torpaqlarına ərəb ailələri köçürülürdü. Yəni, yerli əhali torpaqdan məhrum olunur, burada ərəb ailələri yerləşdirilirdi. Əhali artıq ərəb əsarəti ilə barışmaq istəmirdi. Getdikcə artan narazılıqlar xalq üsyanlarına çevrilirdi. Yəqin ki, Azərbaycanın bir çox bölgələrində müxtəlif toponomiyalar var ki, ərəblərlə bağlıdır. Məsələn, Şamaxının Seyidlər kəndi vaxtilə buraya köçürülən ərəb əhalinin əlaqəlidir. Toponomiyalarda da, yəni yer adlarında da bu qalıb. İstəsəz internetdən başqa kəndləri də axtara bilərsiniz. Demək, bayaq dedik, üsyanın mütləq səbəbi olmalıdır. Üsyan əhalinin etiraz formasıdır. Baxaq görək, əhali niyə ərəblərə qarşı üsyan edirdi? Bayaqki səbəblərdən təkrarlayaq. Ərəblər nə etdilər? Ərəblərlə ərəb olmayanlara fərqlər qoymağa başlamışdılar. Ərəblərin dövründə vergilər artırılmışdı. Ərəblərin dövründə köçürtmə siyasəti nəticəsində yerli əhali torpaqdan məhrum olmuşdu. Ərəblər əhalinin vergi verə bilməyənləri, onların övladlarını qula çevirirdilər. Bütün bu səbəblər yerli əhalinin ərəblərə qarşı üsyana başlamağına səbəb oldu. Baxın, burada da bir daha qeyd olunub. İstəyirsiniz bir daha buradan baxa bilərsiniz. Vergi artımı, yerli əhalinin torpaqlarının əlindən alınması, əhali arasındakı ayrımcılıq və s. Azərbaycanda ərəb zülmünə qarşı çıxanlara xürrəmilər deyirdilər. Xürrəmlər vətənimizin azadlığı uğrunda mübarizə aparırdılar. Baxın uşaqlar, azadlığı, yəni xürrəmilər yalnız
vergilərin artırılmasına və s. yox, eyni zamanda ərəblərdən nə tələb edirdilər? İstiqlaliyyət, azadlıq tələb edirdilər. Onlar qırmızı geyinir. Döyüşlərə də azadlıq rəmzi olan qırmızı bayraqla qatılırdılar. Xürrəmlərin mərkəzi qalası Ərdəbil yaxınlığında dağın zirvəsində tikilən Bəz qalası idi. Birazdan Bəz qalasının videosuna baxanda özünüz də görəcəksiniz ki, insanlar sıldırım qayaların zirvəsində necə bir qala tikib, orada ərəblərə qarşı 60 ilə yaxın vuruşublar. Burada Xürrəmlər hərəkatında əhalinin bütün təbəqələri iştirak edirdi. Əhalinin təbəqələri deyəndə varlı və kasıblar nəzərdə tutulur. Yəni burada feodallar da var idi, iri torpaq sahibləri, kasıblar da var idi, kəndlilər də var idi, şəhər əhalisi də var idi. Xürrəm sözünün mənası. Xürrəm ərəb dilində xoşbəxt, şən, sevincli mənasında istifadə olunur. Babək və onun tərəfdarları bu adı seçərək hərəkatlarını tərtəmiz, müstəqil və ədalətli bir həyat tərzini təmsil etmək istəyirdilər. Hərəkat zəhmətkeş kəndlilərin və yerli əhalinin həyat şəraitini yaxşılaşdırmaq və onları ərəblərin hakimiyyətindən azad etmək məqsədi güdürdü. Yəni onlar kəndlilər üçün, bütün əhali üçün bərabərlik istəyirdilər. Eyni zamanda isə azadlıq istəyirdilər. Gəlin Babəkin and içmə mərasimindən videoya yenə baxaq. Qanlı düşmən bizi qorxudur ki, ürəyimiz alçaq itayətə vərdiş eləsin. Əzmimiz qırılsın, iradəmiz şikəst olsun, ruhumuza qaranlıq çöksün. Mən Babəki Xürrəmi deyil, bu gecə Xürrəmilər içində birinci döyüşçü vəzifəsini qəbul edərkən and içirəm. Siz də and için. Göydə yeni ay para görünən gecə bizim üçün üsyan və qurtuluş gecəsi olacaq. Ey Cavidanın seçkini, sen ki bugündən bizim sərvərimizsən. Sənin andını qəbul edib biz də and içirik. And içirik ki sənin bayrağın altında son nəfəsimizə qədər döyüşəcəyik. And içirik. Yeni ay para doğan gecə qoy alqan and içirik. And içirik. Yeni ay para doğan gecə royal kanımıza boyanmış bu keten parçası bizim üsyan bayrağımız olsun. Eğer üsyanımız azadlık üçündürse, azadlığımız beraberlik üçündür. Eğer kara torpağa kızıldəni bize kilise gerek biçim de bizim olsun, bereket de. Eğer zahmet ve cefa bizimdirse, gerek sefası da bizim olsun, sevinci de. Ve nihayet, öyle bir zaman gelsin ki, bütün dünyanın nimetleri, bütün insanlar arasında tem bölünsün. Uşaqlar, fikir verdiniz axırda dediyi sözə. Deyir ki, elə bir zaman gəlsin ki, bütün dünyanın insanları, bütün dünyanın nemətlərini təm bölsün, bərabər bölsün. Yəni o, həm də insanlar üçün maddi bərabərlik istəyirdi. Babək özü kim idi? Babək özü Ərdəbil yaxınlığında, Bilyabad kəndində, yoxsul bir ailədə dünyaya göz açmışdı. Atasını erkən yaşda itirmiş və anası ilə tək yaşayırdı. Babək işləyərək gözləri görməyən anasını da saxlayırdı. O uşaq vaxtlarından başqalarına çobanlıq etmiş, qoyun quzu otarmışdı. Böyüyəndə isə ticarət karvanlarına bələdçilik etməklə məşğul olmuşdu.
Belə şəxslərə sarban deyirdilər. Sarbanlıq edən Babək bunun sayəsində bütün ölkəni gəzmiş, əhalinin ağır vəziyyətini öz gözləri ilə görmüşdü. Yaşadığı çətinliklər onu sarsıtmamışdı. Əksinə, sadə bir kəndli balası çalışqanlığı və zəhmətsevərliyi sayəsində qətiyyətli və iradəli bir şəxsiyyətə çevrilmişdi. Bəz qalasının uşaqlar görüntüsü. Xalq içərisindən çıxan Babək tezliklə öz xalqının qəhrəmanına çevrildi. Onun başçılığı ilə Xürrəmlər xilafətin xeyli sayda ordusunu darmadağın etdilər. Xürrəmlərin gücü xalqın birliyində idi. Azadlıq hərəkatına qoşulan əhali hər yerdə yadilli ərəb məmurlarını ölkədən qovurdu. Baxın uşaqlar, 2-ci Qarabağ müharibəsində də bizim qələbə çalmağımızda ən böyük amil nə olmuşdu? Xalqın birliyi. Beləliklə, xəlifənin Azərbaycandakı hakimiyyətinə böyük zərbə vuruldu. Xürrəmlərin uğurları xəlifəni qorxuya salmışdı. O, böyük mənfəət götürdüyü Azərbaycandan əl çəkmək istəmirdi. O, Babəkə qarşı türk əsilli Afşini göndərdi. Yəni, Babəki ərəblər məğlub edə bilmədilər. Ona görə də türk əsilli Afşini göndərmişdilər. Afşinin ixtiyarına böyük ordu verilmişdi. Xəlifə ona küllü miqdarda pul da göndərirdi. Afşin əvvəlki ərəb sərkərdələrindən fərqli olaraq Babəklə birbaşa döyüşə girmədi. O başa düşürdü ki, Xürrəmlər gücünü xalqdan alır. Ona görə də müxtəlif üsullarla Babəki müdafiə edən qüvvələri ondan uzaqlaşdırmağa başladı. Bunun üçün bəzən hədə-qorxudan, bəzən də puldan istifadə edirdi. Bəz qalasına baxaq, uşaqlar videosuna. Azadlıq verilmir. Alınır. Qan bahasına. Qurban bahasına. Əgər biz qalanı əldən verməli olsaq, mən onu öz əllərimlə yandırıram. Qoy kül Afşinə qismət olsun özümsə. Dağlara qalxıb, yenidən canfədailər ordusu yaradaram. Azadlıq verilmir. Nəticədə Babəkə silah-sursat göndərən, ordusunu ərzaqla təmin edən varlılar ondan uzaqlaşdı. Afşin Babəkin yaxın sərkərdələrinə qarşı da xüsusi plan hazırlamışdı. Onları pusquya salıb ya əsir götürür, ya da öldürürdü. Nəticədə Xürrəmlərin qüvvələri xeyli zəiflədi. Afşinin ordusu isə ardı arası kəsilmədən silah, sursat və ərzaqla təchiz edilirdi. Uzun hazırlıqlardan sonra Afşin Bəz qalasını mühasirəyə ala bildi. Baxın uşaqlar, elə bu qalanın görüntüsündən görürük ki, bu qalanı mühasirəyə almaq belə böyük bir hünər idi. Çünki o sıldırım qayaların zirvəsində yerləşirdi. 837-ci ildə Xürrəmlərin son sığınacağı olan Bəz uğrunda tarixin ən böyük qanlı döyüşlərindən biri başladı. Xürrəmlərin şiddətli müqavimətinə baxmayaraq, sadəcə üstün olan xilafət qüvvələri qalib gəldi. Bəz qalası tutuldu. Xilafəti lərzəyə salan bu möhtəşəm qala Afşinin əmri ilə dağıdıldı. Babək mühasirədən çıxa bilmişdi. O, xilafətə qarşı mübarizəni davam etdirmək niyyətində idi. Lakin başına böyük məbləğdə pul mükafatı qoyulan Babəki yerli əyanlardan biri Afşinə ələ verdi. Yəni satdı. Xəyanət etdi. Xilafətin mərkəzinə aparılan qəhrəman Azərbaycan oğlu ölümü də mərdliklə qarşıladı. Tarixi mənbələrin verdiyi məlumatlara görə ağır edam prosesinə baxmayaraq, Babəkin iniltisini belə eşidən olmamışdı. Döyüş meydanında qələbələr sıralayan Babək şərəfli ölümü ilə də düşmənə qalib gəlməyi bacarmışdı. Bayaqki videoda deyilən kimi, mənim ölümüm mənim son silahımdır. Yəqin ki, o videoda o hissəni xatırladınız. Babək haqqında uşaqlar bunlara da baxın. Hətta Afşin Babəkin sərkərdəlik bacarığına heyran olmuşdu. O, Babəkin əfv olunması üçün xəlifədən fərman da almışdı. Şərti isə belə idi. Babək xalqdan uzaqlaşmalı, Xürrəmləri tərk etməli idi. Əvəzində özü və ailəsi bağışlanacaq,
Xilafət qoşunlarından birinə komandan təyin olacaqdı. Lakin Babək öz xalqına xəyanət etmədi. O, Afşinin təklifini rədd etdi. Afşin isə niyyətindən əl çəkmək istəmirdi. O, Babəkin əsir düşünən oğluna məktub yazmışdı. Babəkin oğlu atasından xahiş etsə də ki, təslim ol, Babək təslim olmamışdı. Oğluna isə cavabı belə idi: 40 il kölə kimi yaşamaqdansa bir gün azad yaşamaq yaxşıdır. Bəz qalasının alınması, yəni son döyüş. Məğlub olmasına baxmayaraq, Xürrəmlər hərəkatın nəticəsiz qalmadı. Xilafət zəiflədi və bir qədər sonra parçalandı. Çünki bu hərəkat 60 ilə yaxın davam edərək xilafəti kökündən sarsıtmışdı. Xilafətdən ayrılan ərazilərdə, o cümlədən Azərbaycanda müstəqil dövlətlər yarandı. Xalq öz qəhrəman oğlunu heç vaxt unutmadı. Azadlıq rəmzinə çevrilən bu ad bu gün də dünyaya gələn Azərbaycan övladlarına qoyulur. Qəhrəmanlıq rəmzi kimi. Uşaqlar, mövzumuz bu qədər. İndi isə qruplarla işi təqdim edirəm. Bu daha çox müəllimlərə lazım olan hissədir. Siz də baxın, ekranın görüntüsünü götürün. Gəlin bir yerdə işləyək. Ərəblər qonşu ölkələrlə yanaşı Azərbaycanı da işğal edib dövlətlərinin tərkibinə qatdılar. Bu dövlətə xəlifələr başçılıq etdiyi üçün bu dövlət xilafət adlanırdı. Xilafət dini dövlət olduğundan tutulan ərazilərdə İslam dini yayılırdı. İlk xəlifələr insanlarla yaxşı davranırdı. İnsanlara fərq qoymurdu. Bu isə vəziyyəti yaxşılaşdırmışdı. Daha sonra isə yeni xəlifələr gələndən sonra vəziyyət dəyişmiş, əhaliyə fərq qoyulmağa başlamış, vergilər artırılmış, zülmlər artmışdı. Bu birinci qrupun cavabı. İkinci qrup. Azərbaycanda ərəb zülmünə qarşı çıxanları Xürrəmlər adlandırırdılar. Xürrəmlər hərəkatına əhalinin bütün təbəqələri qoşulmuşdu. Şəhərlilər, kəndlilər, varlılar və s. Xalq içindən çıxan Babək tezliklə öz xalqının qəhrəmanına çevrilmişdi. Xürrəmlər hərəkatının mərkəzi qalası Bəz qalası idi. Xalq içərisindən çıxan Babək tezliklə öz xalqının qəhrəmanına çevrildi. Xürrəmlərin uğurları xalqın birliyində idi. Əvvəlki komandirlərdən fərqli olaraq Afşin Babəklə birbaşa döyüşə girmədi. Müxtəlif üsullardan istifadə etdi. Bunları da artıq özünüz yazarsınız. Tarixi mənbələrin verdiyi məlumata görə ağır edam prosesinə baxmayaraq Babəkin iniltisi eşidilmədi. Məğlub olmasına baxmayaraq Xürrəmlər hərəkatı xilafəti kökündən sarsıtdı. Bu qrup işi kimi müəllim sizə təqdim eləyəcək. Özünüz orada tam əhatəli işləyərsiniz. Gəlin bir ümumiləşdirmə eləyək. Babəkin möhkəm xarakterli şəxs kimi yetişməsinin səbəbləri nə idi? Bunun cavabları müxtəlif ola bilər uşaqlar. Burada da müəyyən cavablar sizin üçün hazırlamışam. Nəyə görə ola bilər? Çətin sosial şəraitdə böyümüşdü. Bütün ölkəni gəzmişdi. Atası uşaq yaşından dünyasını dəyişdiyinə görə bütün işləri öz öhdəsinə götürmüşdü və s. Babək nə üçün xəlifənin əfv-fərmanını qəbul etmədi? Çünki o, azadlıq mübarizəsini davam etdirmək istəyirdi. Çünki o, xalqına xəyanət etmədi. Çünki onun özünün prinsipləri var idi. Bu sualın da uşaqlar cavabı müxtəlif ola bilər. Azadlıq və köləlik anlayışlarını müəllim sizdən soruşsa, müzakirə etməli olsaz, bu cavabları verə bilərsiniz. Azadlıq hər bir insanın ən təməl haqqıdır. İnsanın inkişaf etməsi üçün vacibdir. Köləlik insanların hüquqlarını, azadlıqlarını məhdudlaşdıran bir vəziyyətdir və cəmiyyətin inkişafına mənfi təsir göstərir. Bu iki anlayış bir-birinə ziddir, bir-birinə antonimdir. Və hər bir insanın azad yaşaması, bərabər yaşaması,
hüquq və ədalət şəraitində yaşaması vacibdir. Qiymətləndirmə meyarları o da sizin qrup işinizlə bağlıdır. Əməkdaşlıq etdinizmi? Yoldaşlarıma kömək etdimmi? Dinləmə bacarığım yaxşı idimi? Yoldaşlarım haqqında ədalətli fikir yürütdümmü? Və s. Ev tapşırığı olaraq Babək haqqında təqdimat hazırlamaq və hal-hazırda Babək rayonu harda yerləşir? Bu suallara cavab tapmaq lazımdır. Uşaqlar, videolara görə dərsimiz biraz uzun oldu. Ümid edirəm ki, dərsi sona qədər dinləyəcəksiniz və məlumatlar əldə edəcəksiniz.